Qədim Praqa astroloji saatı 1410-cu ildə Hanuş tərəfindən inşa edilmişdir. Deməli, o gündən bu günə kimi işlək vəziyyətdədir. Hətta Hanuşu Çex pravitelləri gözünü kör edir ki, bu saatdan dünyanın heç bir yerində olmasın. Sonra Hanuş buna çox qəzəblənir, gecə ilə gəlir, keçir, girir bu zamaka içəri və burada bunu xarab edir. İllərlə, əsrlər boyu bunu düzəldirlər ki, bu işlək vəziyyətdə qalsın. Nəysə, burada nəyi göstərir bizə? Yerin, ayın, günəşin, yeri, ayı, günəşi, sonra bürcləri və dini təqvimi göstərir. Belə dünyanın ən məşhur, ən qədim saatlarından biridir. Вот знаменитые пражские астрономические часы. Bu da belə. Deməli, hər saatın tamamında da 12 apostol çıxır, pəncərələr açılır, onlar oradan keçir və əl eləyirlər. Əslində, burada bax, qıraqda gördüyümüz bu statuyaların da hamısı bir anlamı var. Bir də ki, burada deməli, ölüm apostolu var. Təbii ki, o da nəyi göstərir ki, hər bir insan öləcəkdir. Heç kəs dünyanı tutub qalası deyil. Yəni, ölümünüzü unutmayın. Belə gözəldir, möhtəşəmdir. Bu da bir tarix, belə deyək.